Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Emoşem Tədris Mərkəzinin Azərbaycan dili müəllimi Yaqut Səbxanova. Uşaqlar, mən bu gün sizlə daha bir maraqlı məsələ haqqında danışmaq istəyirəm. O da bu əvəzliklərindən sonra vergülün qoyulması məsələsidir. Uşaqlar, siz bilirsiniz ki, o şəxs əvəzliyi kimi, bu isə ismi mövqeyində işlənən işarə əvəzliyi kimi mübtəda vəzifəsində çıxış edərsə və kim yazaq bura. Kim nə? Bu suallardan birinə cavab olarsa, özündən sonra vergül tələb edə bilər. Burada da əlbəttə bir sıra məqamlar var, nəzərə almaq lazımdır. Biz bilirik ki, bu əvəzliklərdən sonra əgər ki, yazaq feil, istisnamız var, feili sifət, daha sonra köməkçi nitq hissələri, əlbəttə burada da istisnamız var. Modal sözlər və nida. Deyəcəksiniz, müəllim, modal sözlə nida niyə istisnadır ki? Ona görə biz sizlə keçmişik. Modal sözlər və nidalar cümlə ortasında gəldikdə onların hər iki tərəfindən vergül qoyulmalıdır. Deməli, bu vergül onun bunun deyil, elə modalın nidanın öz vergülüdür. Bu məqam yadımızda qalsın. Bir də ki, uşaqlar əvəzlik gəldikdə, əvəzliyin özü gəldikdə vergül qoymuruq. Əvəzlik gəldikdə təbii ki, bizim istisna hallarımız var. Onların hər birinə toxunacaq. Bu hallarda vergül qoymaq olmaz. Bəs nə gəldikdə? Adlar, yəni isim, sifət, say, zərf bunlar gəldikdə, feil sifət gəldikdə, modal söz, nida gəldikdə, xitab gəldikdə, bu zaman biz artıq vergül işarəsindən istifadə edə bilərik. Deməli, bunlarda vergülün qoyulması halı məqbuldur. İndi siz mənə deyəcəksiniz ki, müəllim, istisna məqamlarınızı xatırladın. İstisna məqamlara da keçək. Görək orada nələr var? İstisna məqamlarda biz nədən danışa bilərik? Uşaqlar, siz bilirsiniz ki, bizdə sadalama anlayışı deyilən bir şey var Azərbaycan dilində. Məsələn, deyirəm, o, mən, birgə, səyahətə çıxdıq. Deməli, siz burada nə gördünüz? Görürsünüz ki, o və mən arasında vergül qoymuşam. Deyəcəksiniz, müəllim, nəyə görə qoydunuz bu vergülü? Uşaqlar, ona görə qoydum ki, mən burada sadalamadan istifadə etdim. Yəni, burada vergül bir növ vəni əvəz etmiş oldu. Deməli, bu halda əvəzlik gəlsə vergül qoya bilərik. Bu məqama diqqət edirik. Digər bir məqamım hansıdır? Yəni, buranı təmizləyim, o məqamı da yazım. Demək, uşaqlar, digər bir məqamımız isə əlavələrlə bağlıdır. O, məsələn, mənim şagirdim yüksək nəticə topladı. Nəticə topladı. Aha. Burada dediniz ki, ay müəllim, nəyə görə qoydunuz bu vergülü? Mən gəlmişdi axı. Uşaqlar, mən burada o mübtədasını izah edirəm. Yəni, o kimdir? O, mənim şagirdimdir. Burada da əlavə ilə əlavə edici üzv arasında, yəni əlavə ilə aid olduğu üzvün arasında da mən məsələn, belə deyim sizə, əvəzlik gəlsə belə vergülü qoymağı doğru hesab edə bilərəm. Demək, bir sadalama olduqda, bir də əlavə və əlavənin aid olduğu cümlə arasında əvəzlik gəlsə belə, mən odan, budan sonra vergül işarəsini qoya bilərəm. Bu doğru bir fikirdir. Daha sonra bir məqamda uşaqları həmişə qarışıq saldığı hissədir. Ona da toxunmaq istəyirəm, görək o hansıdır. Uşaqlar, biz demişik ki, feili bağlama bir də məstər. Çünki feili sifətə istisna dedik, feili sifətdə qoymaq olardı. Feili bağlamağa bir də məstər gəldikdə biz vergül işarəsindən istifadə etmirik. Məsələn, deyirəm, o çantasını, qoy başdan yazım ki, səliqəli olsun. Məsələn, deyirəm, o çantasını yığanda mən çıxdım. Aha. Bir də deyirəm ki, o oxumaq üçün getdi. Oxumaq
üçün gedirdi. 2 dənə cümlə yazdım uşaqlar. Birində feili bağlamadan, digərində isə məstərdən istifadə etdim. İndi siz özünüz fikirləşin. Mən burada vergül qoya bilərəm ikinci cümlədə. Deyəcəksiniz, müəllim, xeyr. Sorursam, bəs birincidə qoya bilərəm? Eşidirəm ki, yenə də xeyr deyirsiniz. Xeyr, uşaqlar. Yəni, bu məqamı yadımızda saxlamalıyıq. Bu məqamı özümüz üçün bir növ anlayaraqdan qəbul eləməliyik. Biz düzdür, feili bağlama demişik, məstər demişik. Amma burada mən tək feili bağlama mı istifadə eləmişəm? Xeyr, qarşısında sözüm var. Feili bağlama tərkibi istifadə eləmişəm. Deməli, birbaşa feili bağlamanın özü gəlsəydi qoya bilməzdim. Amma tərkibdəki söz nədir? Çanta. Çanta nədir? İsimdir. Deməli, isimdə mən bu vergül işarəsini rahatlıqla qoya bilərəm də. Amma çanta olmasaydı, yığanda gəlsəydi, əlbəttə qoymayacaqdım. Bax, bu aşağıdakı nümunə kimi. Görürsünüz, birbaşa oxumaq gəlib. Deməli, qoymuram. Amma dərs oxumaq olsaydı, bu zaman qoyardım. İlk sözə baxıram mən. Yəni, o-dan bu-dan sonra gələn ilk sözə baxıram. İlk sözüm isimdir, yəni qoyulacaq hallardırsa vergülü qoyuram, yəni tərkibə önəm vermədən vergülümü qoyuram. Əgər birbaşa o-dan bu-dan sonra feili bağlama və yaxud da məstər iştirak edibsə, bu zaman isə ikinci nümunədəki kimi vergülsüz istifadə edirəm. Ümid edirəm bu hissələr bizim üçün aydın oldu. Daha sonra uşaqlar, bir də testlərdə bizim qarşımıza çıxıb bizim qarışıq saldığımız hissələr var, onlara da toxunmaq istəyirəm. Görək onlar necədir. Deməli uşaqlar, biz bilirik ki, bunu ümumi təmizləyək hamısını. Deməli, biz bilirik ki, o və bu əvəzliklərindən sonra vergül qoyulur. Bəzən sizə şərtdə belə bir ifadə verir. Deyir ki, hansı cümlədə işarə əvəzliyindən sonra vergülün qoyulması doğrudur? Bax, yazır bura, işarə əvəzliyindən sonra vergül doğrudur. Vergül doğru qoyulub. Doğru qoyulub. A variantında da yazır ki, o də məsələn dərslərini hər gün vaxtında edir. Vaxtında edir. Uşaqlar gedirlər, burada deyirlər ki, ay müəllim, A variantıdır. Xeyr, səhvdir A variantı, səhv fikirdir. Çünki bizə nə deyib? İşarə əvəzliyi. O da düzdür, işarə əvəzliyidir. Amma biz işarə əvəzliyi kimi onun heç bir halda mübtəda olduğunu görməmişik. Yəni, belə xırda bir məqamlarla sizi qarışdırıb səhv varianta yönəldə bilərlər. Bu məqamlarda biraz diqqətli olmalıyıq. Bilməliyik ki, bizim işarə əvəzliyimizdə o əvəzlik həyatı boyu mübtəda vəzifəsində işlənə bilmir. O yalnız sifət əvəz edir. Deməli, bizim beynimiz hara fokuslanmalıdır, hara getməlidir, nə axtarmalıdır? İşarə əvəzliyi deyirsə, yalnız və yalnız bunu axtarmalıdır. Şəxs də deyirsə, bunu götürə bilməzsiniz, o zaman da gedib onu götürməlisiniz. Yəni, bu kimi vacib olan xırda detallara diqqət yetirsəz, deməli, bizim imtahanda tam şəkildə bal toplamaq şansımız daha yüksəkdir.